Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bugün yenicə təqdim olunan qiymət və performansına görə Azərbaycanda kifayət qədər yüksək satış nəticələri əldə etmiş Honor X9 ailəsinin növbəti üzvü X9D barəsində danışıram. İcmala keçid eləmədən onu deyim ki, bu iki modeldə ötən ilki ailə üzvləri ilə müqayisədə ciddi və köklü dəyişimlər var. Sadəcə 3 gün enerji saxlayan 8300 mAh-lıq batareya və IP69K smartfonlarda görməyə alışmadığımız sənaye sertifikatı mənə deməyə imkan verir ki, bu iki X9D digərləri kimi deyil. Smartfon bu ildə orta segmenti hədəfləyir və qiyməti də ona uyğun təyin olunubdur. 8 GB-lıq RAM və 256 GB-lıq daxili yaddaş seçimində cihaz 800 manata satışa çıxır. Amma nəzərə alın ki, nağdalış seçimində şəbəkələrdə bu qiymətə əlavə endirimlər də təqdim olunacaq. Üstəlik, noyabr və dekabr aylarında smartfonu əldə edən alıcılar üçün Honor 6 aylıq tam ekran zəmanəti verir ki, bu müddət ərzində ekran sınsa ödənişsiz dəyişəcəklər. Amma bu sınma məsələsi də çətindir, çünki Honor smartfon bazarının ən dözümlü cihazlarından birini hazırlayıbdır. İcmalın gedişatında görəcəksiniz. Bu il təqdim olunan X9D-lərdə dizayn dəyişibdir. Əvvəllər öndən və arxadan bükülən gövdə görürdüksə, artıq bu iki cihazlar da trendə ayaq uyduraraq düz ön, düz arxa və bükülməyən ekranla gəlirlər. Flaqman rəngi hesab olunan qırmızımtıl qəhvəyi, arxadan vegan dəri, gecə yarısı qara və meşə yaşılı rəngləri isə birəbir şüşə təəssüratı yaşadan mat plastik materialla əhatələnibdir. X9C ilə müqayisədə bu cihazlar 0.2 mm incə və 4 qram daha ağırdır, amma bu 8 mm-lik incəliyin qarşılığında smartfon daxilində 8300 mAh kimi fantastik bir batareyanı daşıyır. Təbii ki, Honor bunu tətbiq etdiyi silikon karbon texnologiyasına borcludur. Bununla bağlı batareya hissəsində geniş danışacağım. Sözün açığı qırmızımtıl qəhvəyi rəngi həm qızlı fərqli işləmələri, həm də hamar səhti ilə çox xoşuma gəldi. Əgər almaq fikrində olsanız, mütləq mağazada əlinizi alıb bu smartfonu yoxlayın. Məncə siz də seçimi bu rəngdən yana eləyəcəksiniz, çünki çox premium bir təəssürat yaşadır. Amma gövdə ilə bağlı tək diqqət cəlb edən məqam bu dizayn dəyişimi deyil. Ötən ilki X9C-nin gövdəsi IP65 kimi orta qoruma dərəcəsi ilə gəlirdisə, X9D artıq nəinki 67-68, birbaşa 69K sertifikatına sahibdir. İlk dəfədir ki, icmalını elədiyim bir smartfonda belə bir sertifikat var. Bunun nə mənaya gəldiyini indi aydın izah edirəm. Deməli, IP69 smartfonu həm toza, həm də sonunda olan K-sı sayəsində yüksək təzyiqli qaynar su təmasına qarşı davamlı eləyir. Normalda biz smartfonu 1.5 metr dərinlikdə yarım saat suda istifadədən danışırdıqsa, indi bu sertifikatın sayəsində smartfon 85 dərəcə təzyiqli isti suya da tab gətirir. Bu zarafat məsələ deyil. İlk dəfə sənayedə bir smartfon SC sertifikasiyasından 3 fərqli kateqoriyada keçir. 2.5 metr yüksəklikdən düşüşlərə, eyni zamanda təzyiqli isti suya və yüksək səviyyədə toz və quma davamlılıq. Yadınızdadırsa, X9B və X9C modellərində qoz sındırmaq və ekranı direllə deşmək kimi testlər eləmişdim. İzləyicilərdən gələn rəyləri diqqətə alıb təhrik eləyici nümunə olmamaq üçün bu testləri eləməyəcəm, amma əmin və rahat bir şəkildə deyə bilərəm ki, X9D həqiqətən smartfon bazarında özündən əmin bir dözümlüyə sahibdir. Yəni, əlinizdən yerə düşəndə zədə ehtimalı aşağıdır. Üstəlik, noyabr və dekabr aylarında əgər bu smartfonu alsanız, ekrana 6 aylıq zəmanət də verilir. Ekranından danışmışkən, öndə yenə AMOLED, lakin ölçüsü 0.1 düym böyüdülmüş 6.79 inçlik bir panel var. Bu panel həm 120 Hz-lik yenilənmə tezliyinə, həm də pik səviyyədə fantastik 6000 nits parlaqlığa sahibdir. Bu həqiqətən göz qamaşdıran bir səviyyədir və əsasən HDR məzmunlarda bir də qızmar günəş altında ekranın müəyyən hissələrini əhatələyir. Lakin gündəlik istifadədə avtomatik rejimdə bu rəqəm 800 nitsdir. Panelin özü 1.5K keyfiyyətindədir. 1.3 mm-lik çərçivələrə və 90%-in üzərində ekran gövdə nisbətinə sahibdir. LED-lərin yanıb sönməsi 3840 Hz-lə baş tutur. Bu da deməkdir ki, paneldə ekran işığını azaldanda LED-lərin yaydığı işıq o qədər sürətlə yanıb sönür ki, bu gözdə potensial bir yorğunluğa səbəb olmur. Ayrıca həm panel, həm proqram təminatı səviyyəsində mavi işıq dalğalarını daha az yayır. Nəticədə parlaq, düz, yorucu olmayan və məncə qiymətinin tam haqqını verən bir ekranla qarşımıza çıxır Honor X9D. Gələk smartfonun ən önəmli təkmilləşdirmə alan detalı batareyasına. Artıq bir neçə ildir ki, Honor brendi istifadəsində ilk brendlərdən olan silikon karbon batareya texnologiyasına keçid edibdir. Bu texnologiya imkan verib ki, 8 mm-lik gövdəyə onlar düz 8300 mAh-lıq batareyanı sıxışdırsınlar. Ötən il bu rəqəm eyni texnologiya əsasında 6600 idi və X9D-də brend limitləri biraz daha zorlayıbdır. Bu normal istifadə zamanı 3 gün batareya ömrü deməkdir
ki, qiymətini, performansını və dizaynını nəzərə alanda segmentində həqiqətən rəqibsiz görünür. 66 vatlıq naqilli sürətli enerji yığma dəstəyi ötən ilki X9C ilə eyni olsa da, bu il naqilli formada özündən 7.5 vatlıq enerji ötürmə dəstəyinə sahib olub. Üstəlik silikon karbonun üstünlüyündən yararlanaraq smartfon -30 və müsbət 55 dərəcədə tam aktiv və effektiv istifadəyə hazırdır. Bu, soyuq və həddindən artıq isti ərazilərdə yaşayan insanların problemlərini həll edə biləcək bir element kimi görünür. Ötən ilki icmala baxmışdınızsa, mən irad olaraq bildirmişdim ki, X9C-də istifadə olunan Snapdragon 6 Gen 1 çipi artıq köhnəlibdir və dəyişmək lazımdır. Honor ümumi internetdə olan bu iradları və təklifləri nəzərə alıb çipi yeniləyibdi. Bu ilin fevral ayında təqdim olunan Snapdragon 6 Gen 4 Honor X9D-nin hesablama mərkəzidir. Biri 2.3 GHz tezliyində çalışan 8 nüvə və qrafik tərəfində Adreno 810, üstəlik süni intellekt imkanları ilə də zəngin. Bu CPU və qrafik setlə cihaz 29% daha yaxşı qrafik və 11% daha yaxşı emal gücünü vəd edir. Soyutmanın bərabər paylanması üçün də buxar kamerası bu setin üzərində gövdə boyunca yayılır. 4 nanometrlik arxitekturalı Snapdragon 6 Gen 4 təqribən eyni dönəmdə təqdim olunan rəqibi Dimensity 7400-dən daha yaxşı performans və qrafik gücə sahibdir. Buna həm Antutu, həm də Geekbench nəticələri təsdiqləyə bilər. Doğrudur, bu segmentdə bu qiymətin 50-100 manat üzərində Dimensity 8400 və ya Exynos 1580 ilə gələn daha yaxşı performanslı rəqib modellər də tapmaq olar. Amma nəzərə almaq lazımdır ki, X9D tək performans yox, bir neçə komponentdə yüksək səviyyələri əhatələyir. Nəticədə 8 və 12 GB-lıq RAM, 256 GB-lıq daxili yaddaş seçimi olan X9D 5G, Bluetooth 5.2, NFC, USB OTG 2.0 və UFS 3.1 daxili yaddaş texnologiyalarına sahibdir. Bütün bunlar segment üçün normal göstəricilərdir. Tək mənfi tərəfi eSIM dəstəyinin olmamasındadır. Sadəcə 2 nano SIM yuvasına sahibdir. PUBG məsələsində isə axıcı qrafik sazlamalarda bu cihaz 60 FPS-i tam olaraq təmin edə bilir. Smartfon adapter başlığı Type-C kabeli və qara rəngli кейsin yer aldığı dolu qutusundan Android 15 ilə çıxır. Təbii ki, istəyərdik ki, bu 16 olsun, amma Honor bu segment cihazları üçün hələ ki yeni Magic UI interfeysini yayımlamayıbdır. Magic seriyasından fərqli olaraq da bu segment üçün 7 il sistem təminatı sözü verilmir. Rəsmi məlumat olmasa da X9D-lər üçün 2 ya 3 sistem yenilənməsi, yanında da 3-4 illik təhlükəsizlik buraxılışları gözlənilir. Ümumi sistemdə çox faydalı və yararlı Google'un Circle to Search axtarış fokuslu süni intellekti və yenə Google-a məxsus Gemini-nin bütün top imkanları var. Xüsusilə kameranı açıb gördüyünü süni intellektdən soruşmaq kimi bir xüsusiyyət çox işə yarayandır. Əlavə olaraq Honor'un öz daxili alətləri olan Portal, fotoredaktə tətbiqində istənilməyən obyekt subyektləri silən, fotonun pikselini artıran, bağlı düşən gözləri açan, əks olunmaları silən süni intellekt həlləri də X9D-lərdə problemsiz çalışır. Və son olaraq gəldik kameralara. Əksər komponentlərdə dəyişiklik eləyən Honor ötən ilki modeldən bu modelə kamera tərəfində demək olar ki, nə isə dəyişməyibdir. 108 megapiksellik f1.8 diafraqma ölçülü PDF avtofokusa sahib OIS dəstəkli əsas və cəmi 5 megapiksellik ultra geniş bucaqlı kamera. Əslində arxada ilə əsas işi görən kamerada əsas olanıdır. Bu matrisdə 1080p 60 fps, 4K 30 fps seçimlərində video qeyd imkanını verir. Müxtəlif işıqlandırmalarda çəkdiyim fotolardan da görünür ki, segment və qiymətinə görə orta səviyyəli bir kameradır. Təəssüf ki, X9C-də dediyim mənfi rəyi X9D üçün də qeyd edəcəm. 5 megapiksellik ultra geniş bucaqlı kamera bu smartfon üçün azdır. Bu dəyər cihaza giriş segmenti ab-havasını qatır. Ümid eləyək ki, gələn ilki i modelində Honor artıq bura heç olmasa 12 megapiksellik kamera verəcək. Öndə olan 16 megapiksellik f2.5 diafraqmalı selfie kamerası da dəyişməyibdir. Nümunələrə özünüz nəzər salın. Məncə selfilər, görüntülü danışıqlar, canlı yayımlar və gündəlik işlər üçün yaxşıdır. Kaş ki 1080p 60 kadr video dəstəyi də olardı. Burada maksimum istifadə edə biləcəyimiz göstərici 1080p 30 kadr saniyə sürətdir. Uzun sözün qısası X9D bir kamera smartfonu deyil. X9D yaxşı dizaynlı, dözümlü, döydümölməz, bitməz bataryalı, yaxşı ekranlı və bunun da yanında orta performanslı Snapdragon çipinə sahib smartfon axtaranlar üçündür. Sadaladığım komponentlər X9D-nin segmentdə əsas üstünlükləridir. Özəlliklə də IP69K sertifikatı və 8300 mAh batarya tutumu belə gövdədə hələ ki başqa cihazlarda qarşınıza çıxmayacaq.
Kaş ki bütün bunların yanında daha yaxşı ultra geniş bucaqlı kamera, 1080p 60 fps ön kamera videosu və daha uzun vəd verilən yenilənmə strategiyası olardı. Bu 3 dediyim detal xaric dolu qutusu ilə məncə Honor qiymətinin hər qəpiyinə qədər haqqını verən smartfon təqdim edibdi. Son söz isə sizdədir. Sizcə bu qiymətə X9D alınarmı? Əgər X9B, X9C istifadə etmisinizsə, rəydə digər izləyicilərimiz üçün təcrübənizi bölüşsəz yaxşı olardı. Videonu bəyəndinizsə, icmalı bəyəndinizsə, kanalımıza abunə olub bildirişləri açmaq da yaddan çıxmasın.